Bu ayağın altıdır. Ayağın altına niyə baxırıq? Pesekina varus ilə ayaqda əyrilik varmı yoxmu o nöqteyi nəzərdən baxırıq. Bir problem yoxdur. Bu barmaqlarının sayıdır. 1, 2, 3, 4, bu da 5-ci barmaq. Ayaq barmaqlarıdır. Hər iki ayağı normaldır, əyrilik yoxdur. Tamam, keçirəm beyin yapılarına. Bu beyincikdir. Beyincikdir, cerebellum. Həftəsinə uyğundur. Sternomagna normaldır. Nukkal fold da normaldır. Bu cavum septum pellucidum, bunu izləməmiz çox önəmlidir. Bu ventriküllərdir, sağ-sol ventriküllər.